Bura salam əleykum. Deməli, əziz dostlar, deməli, bura nədir? Sumqayıt şəhəri, 2 nömrəli yataqxana. Neçə ildir burada? Sizin adınız nədir? Mənim adım İskəndərova Məhbubə. Məhbubə? Şəxsiyyət vəsiqə verir mənə. Bu nədir? Şəxsiyyət vəsiqə. Sumqayıtın qeydiyyatındayım. Sumqayıt qeydiyyatındasan sən? Sumqayıt şəhəri, mikrorayon 9, ev 9, ev mənzil. Saradır bura? Orada mən qeydiyyatda qalmışam. Orada yaşamışam. Kimin evi olub ora? Ora boşanmışam da, keçmiş həyat yoldaşım. Qaynatamın evi olub. Siz burada kimlə yaşayırsınız? Burada mən atamın, anamın sığınıb oturmuşum. 25 ildir burada yaşayırsınız. 25 ildir burada yaşayırsınız. Bəli, bu da oğlumdur. Bu nədir? Bu da şikayət ərizələrində. Kimə yazmışsın? Edimana da yazmışam, Zakirə də yazmışam. Bu nədir? Ailə tərkib haqqında arayış. Buna kim verir? Azərbaycan Respublikası Sumqayıt şəhəri mənzil təsərrüfat siyasət birliyi. Sizin adınıza verib də, hə? Veribdir ki, sizin ailə tərkibiniz budur. Sonra nədir? Bu nədir? Orderdə, burada azi vermişdi, bura orderlə. Order, sahibinin imzası. O vaxtdan burada. Sizə orderdə veriblər. Siz oturun, heç bir şeydən narahat olmayın. Orderiniz əlinizdə, sənədlərdir. Bu da mənim boşanma kağızımdır. Bu da neçənci ildə boşanmısan? 95-ci ildə burada 95-ci ildə ailə nigahı pozulubdur. Yoldaşınızla yanıki əlaqə yoxdur ki? Yox. Mən elə çöllərdə qalmışam. Bu nədir? Orada bir axtır. Qonşu təsdiq edib. Sənin adını, familiyanı bir də deyilən özü? İskəndərova Məhbubə Ağalar qızı. Sumqayıt şəhəri, 2 nömrəli yataqxana, otaq neçədir bura? 12. Bax, siz işıqdır, sudur, qazdır. Mənim heç bir atamın yanında məskunlaşmışam deyirəm. Mənim adıma heç nə olmayıbdır. Qeydiyyatda olmadığıma görə, qaçqın olmadığıma görə. Bu orderdə sizin adınız var? Bəli. Haradadır? Orderdə oxuyub bax bu da. Neçə nəfərdir orada? Orada adı çoxdur. Oğlu da var, özü də. Onlar buradadılar, yoxsa köçüblər orada? İskəndərova. Burada neçə nəfər yaşayır? Burada məndən oğlum. 200 yaşayırsınız oğlu. Sizə nə deyirlər? Bizə deyirlər ki, siz Sumqayıt qeydiyyatındasınız. O üçün qaçsınlar komitəsi məcburi köçkünləri götürdü. Yerdə qalanlar. Yerdə qalanlarla maraqlanan yoxdur. Maraqlanacaqlar inşallah. Cənab başçıdan xahiş edirik sizdən. Atam anamın yanında məskunlaşdığına görə mən səsini istəmirəm bir dənə. Yox, məsələ çəkmir. Yanında məskunlaşdığına görə atam anam rəhmətə gedib, o da qalıb indi burada. Allah rəhmət eləsin. Onlara sığınıb oturmuşam. İndi siz belə edirsiniz. Sizin uşağınız harada getmir? Poliklinika qeydiyyatınız var burada? Burada hər. Sizin? Mənim, burada var. Gedirsən poliklinika qeydiyyatından, poliklinikadan arayış, ailə tərkib haqqında arayış açır özünə. Hara təqdim eləmək üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetidir, 2 cür alırsan. Bir də girirsən məktəbə, uşağın məktəbinə. Uşağım o əsəri istər gəlib. Gəlib təşkil, getdi hərbi xidmətə, vətənə xidmət elədi, qulluq elədi, gəldi. Orada neçənci ildə oxuyubdu, orada onun qeydiyyatı var da, o doçatı var, onun atistatı var da. Oradan arayış alırsan. Məktəbdən arayış. Bəli, oğlumun həqiqətən buradan gəlib ora, məktəbə. Bilətdə o bilinməlidir. Hara təqdim eləmək üçün Sumqayıt şəhəri İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə. Azərbaycan dövləti super dövlətdir. Azərbaycan dövlətində vətəndaşları da super yaşayacaq. Cənab Prezidentin siyasəti nəticəsində. İnşallah da onu görəcəksiniz. Heç nədən narahat olmayın. Sakit oturun, mən deyən formaları eləyin, ondan sonra qulaq asın. Bir də yadımda qalmır. İndi mən deyəcəm, bir də deyəcəm. Ondan sonra siz mənlə əlaqə saxlayırsınız, mən burada qızlara demişəm, analar bacım. Sən də mənim anam bacımsan, narahat olma. Sən belə kərgin olma. Həmişə də yadınızda. Yox, olma. Azərbaycan dövləti var, Azərbaycan dövlətinin qanunları var. Azərbaycan dövlətinin vətəndaşları da bu dövlətdə mühüm yerlərdə tuturlar. Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Heydəroğlu Əliyevində məmurlara belə bir söz olubdur. Xalqın xidmətçisi. Hamımız hamılıqla, məmurla xalqa xidmət eləməlidir sizlərə. Biz dövlətimizin siyasi kursunun nəticəsində inşallah görəcəyik. Var ol. Narahat olma, mən deyəcəm saniyə. Sumqayıt şəhəri 2 nömrəli yataqxana. Otaq? 12. Familiyan? İskəndərova Məhbubə. Əl telefon nömrə neçədir? 330 17 88. 17 88. Oldu. Çox sağ ol.